Birinci Yelizaveta Tudor 1533-cü ildə anadan olmuşdu. O 44 il hakimiyyətdə olmuş və bu zaman Qızıl dövr adlandırılmışdı. Birinci Yelizaveta 8-ci Henry və Anna Boleynin qızı idi. Uşaq olan zaman atası anasını edam etmişdi. Atası öləndən sonra taxta ögey bacısı keçdi. Onun ölümündən sonra isə 1559-cu ildə qırmızı məxmər don geyinərək Yelizaveta İngiltərənin şahı oldu. Çoxlu məşuqlarının olmasına baxmayaraq o heç vaxt ərə getməmişdi. "Mən İngiltərə ilə nişanlıyam" demişdi. Birinci Yelizaveta 1588-ci ildə İspan dəniz donanması ilə müharibə zamanı əskərlərin önündə "Mən bilirəm ki, vücudum zəif, incə qadına məxsusdur. Lakin qəlbimdəki ruh şah ruhudur" demişdi. Döyüşdə o qələbə qazanmışdı. Birinci Yelizaveta 1603-cü ildə sepsisdən vəfat etdi.